Mən Bağırov Kamran Eyvazoğlu, cənab prezidentdən, cənab nazirdən mən kömək istəyirəm. Mənim bir problemim var idi. Mənim məsləhət buyurdular ki, şəhid atası Əli Adıgözəlov yanına get, sən məsələni həll eləsin. Getdim Əli Adıgözəlovun yanına, şəhid atası idi. Dedim, mənim belə bir məsələm var. Dedi ki, 1000 manat ver, həll edeyim. Mən də dedim ki, mənim pulum yoxdur. Dedi, onda sənin yoldaşın adına əşya götürək. Dedim, yaxşı. Binə Salitondan getdiyi əşya götürdük. 4700 manat yoldaşım adına. 2 aydır mən kredit ödəyirəm. Mənim məsələmi də həll eləmədi. İndi zəng edirəm, mən zəngimə cavab vermir. Məni atıb hər yerdə bloka. 2 aydır 177 manat özüm pul ödəyirəm. Mən özüm fəhləyəm. Dolanışığım yaxşı deyil. Məni belə bir vəziyyətə qoyur. Özdə şəhid atasıdır. Şəhid adından da istifadə edir. Neçə dəfələrlə cəmaatın pulunu alladıq, cəmaata atır. Xahiş edirəm cənab prezidentdən, xahiş edirəm cənab nazirdən bu məsələni həllini yol tapsın. Xahiş edirəm. Mənə zəng eləyib, mənə hədə qorxu gəlir. Ürəyin deyir ki, kimə istəyirsə getdinən, mənə hədəliyir, hədə qorxu gəlir ki, vermirəm. Get, kimə nə istəyirsən də denən. Kamran, belə özünü aparmaqla deyil, TikTokda şəkil çəkməklə deyil. Sən qeyd həyatda öz problemləri verirlər. Sonra bunları qoymaq, ara ürəyin istəyir qoy. Sən özün heç nə eləyirsən, heç özün bilmirsən. Yoldaşımın videosunu niyə atmamısan ki ona? Yoldaşımın videosu var, amma mən kişi oğluyam. Mənim adım Əlidir.